Birinci Qarabağ müharibəsində iki qardaşı, Vətən müharibəsində isə iki oğlu ilə döyüşən, oğlunun gözü önündə şəhid olan şəhid Müşfiq Abbasov 1970-ci il aprelin 16-sında Ağdamın Abdal Gülablı kəndində doğulub. Birinci Qarabağ müharibəsində iki qardaşı ilə birgə bir çox döyüş və hərbi əməliyyatlarda iştirak edib, Ağdam şəhərinin kəşfiyyat komandiri təyin olunmuşdu. Müharibədən sonra məcburi köçkün həyatı sürən Müşfiq ailəsi ilə birgə Mingəçevirdə yaşayır. Tovuz döyüşlərində iki oğlu ilə hərbi komissarlığa getsə də onu qəbul etmirlər. 27 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə yollanırlar. Kiçik oğlu Şamil atası ilə çin-çiyinə döyüşür, böyük oğlu İntiqam isə su qovşanda döyüşlərdə iştirak edir. Müşfiq Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda igidlik göstərir. Oktyabrın 5-də çox sevdiyi Ağdamın Qərvənd kəndi uğrunda döyüşdə şəhid olur. Vətən uğrunda və Ağdamın azad olunmasına görə medalları ilə təltif olunub. Allah rəhmət eləsin.